Əqrəb bürcündə doğulan kişilər çox güclü və inadcıl olurlar. Onlar heç vaxt asanlıqla yorulmur, daim nəsə edir, daim hərəkətdədirlər. Sanki içlərində balaca bir uşaq kimi hər şeyə maraqları var bir şey etmək istədilərsə, sonuna qədər çalışırlar və heç vaxt bacarmaram demirlər. Onlar həm də çox duyğuludurlar. Kədərlənəndə bunu gizlədə bilərlər, amma gözlərindən hər şeyi anlamaq olur. Əqrəb kişisi azadlığı çox sevir, yəni istəyir ki, işlərinə heç kim qarışmasın. Əqrəb kişiləri çox istəkli və hədəfli olurlar. Onlar başladığı işi yarımçıq buraxmırlar. Kimisi çox sevirlərsə və ya kiməsə hirsləniblərsə, bunu baxışlarından hiss etmək olur. Onlar yalan danışan və təkəbbürlü, yəni özünü hamıdan üstün sayan insanları sevmirlər. Əqrəb kişiləri kiməsə asanlıqla inanmır, amma inandıqları bir şey varsa onu sona qədər qoruyurlar. İşlərini səssiz və diqqətlə görürlər. Onlar qorxmazdılar, hətta ölümə də yeni bir başlanğıc kimi baxırlar. Əqrəb kişiləri çox düşüncəlidir, hər addımı diqqətlə atırlar. Onlar başqalarını idarə etməyi bacarır və lider olmaq üçün doğulublar. Heç kimə möhtac olmaq istəmirlər və hər şeyi öz gücləri ilə etməyə çalışırlar.